Salam, statistika vaxtına xoş gəlmisiniz. Bugün rəsmi statistikanın nə olduğunu izah edəcəyik. Rəsmi statistika özündə ölkənin sosial, iqtisadi, demoqrafik və ekoloji vəziyyəti haqqında rəsmi statistika məlumatlarını əks etdirir. Bu məlumatlar dövlət statistika orqanları tərəfindən elmi metodologiyalar və beynəlxalq standartlar əsasında hazırlanaraq ictimaiyyətə təqdim olunur. Rəsmi statistikanın hazırlanmasında siyahıya almalardan, statistik müşahidələrdən, inzibati və iri həcmli məlumat mənbələrindən, eləcə də reyestrlərdən əldə olunan məlumatlardan istifadə edilir. Bu proses zamanı məlumatların düzgünlüyü, obyektivliyi və respondentlərə aid fərdi məlumatların məxfiliyi qorunur. Rəsmi statistika dövlət idarəçiliyində qərarların qəbuluna, iqtisadi və sosial proseslərin təhlilinə, elmi tədqiqatlara və gələcəyin planlaşdırılmasına etibarlı informasiya mənbəyi kimi xidmət edir. Sadə desək, rəsmi statistika ölkədə baş verən prosesləri etibarlı və müqayisə olunan rəqəmlərlə göstərir. Bu statistika vaxtı idi. Növbəti buraxılışda görüşənədək.